Tanınmışlar. Mən İlqar Rəsul Tanınmışlar verilişinin növbəti sayında elə növbəti qonağı təqdim edirəm. Bu dəfəki həmsöhbətim incəsənət adamıdır. Azərbaycan kinosu deyəndə adı ilk yada düşən sənətkarlardan olan bu adamı keçmiş Sovetlər İttifaqının bir çox kinostudiyaları filmlərə çəkib. Öz vətənində çəkildiyi filmlərə gəlincə düşünürəm ki, onları dinləyicilərə xatırlatmağa ehtiyac yoxdur. Yetər ki, kimliyini elan edim. Qalanı öz-özünə aydın olacaq. Seri xalq artisti Ələsgər Ələkbərovdan sonra o, Respublikada ən tez Azərbaycan xalq artisti adına layiq görülən aktyordur. 28 yaşında əməkdar artist, 34 yaşında isə xalq artisti adı ilə mükafatlandırılan həmsöhbətim Azərbaycan müstəqilliyi əldə etdikdən sonra da bir sıra mükafatlara layiq görülüb. Beləliklə, Tanınmışlar verilişinin bu dəfəki qonağı Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı və nəhayət Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayevdir. Rasim müəllim, ilk növbədə bizə vaxt ayırdığınıza görə sizə minnətdarıq. Çoxdandır ki, yalnız tanış, amma köhnə tanış filmlərdə görünürsünüz. Nədir səbəb? Valla, düzdür, mən axır illər əvvəlki kimi intensiv çəkilməmişəm, amma bir neçə filmlərdə çəkilmişəm. Görükməməyin əsas səbəbi o irəli illərdəki kimi mən intensiv çəkilmirəm, çünki mən ildə 2-3 filmə çəkilirdim. Məlum səbəblərə görə bir neçə il ümumiyyətlə Azərbaycanda çəkiliş olmadı. Amma adda budda çəkilirəm. Bu yaxınlarda Hüseyn Cavid haqqında film oldu. Mən Hüseyn Cavidin rolunu ifa etdim və bu yaxınlarda göstəriləcək. Sonra yeni bir təklif almışam. Yəni adda budda çəkilirəm, amma onun göstəriş meydanı elə bil daralıb, qısalıb. Yox, belədir təxminən vəziyyət. Rasim müəllim, səhv eləsəm düzəldərsiniz, amma məncə Azərbaycan tamaşaçısının kütləvi şəkildə son yadında qalan bu həm ziyarət, həm ticarət filmindəki Dənəduz obrazınızdır. Yox, ondan sonra Küçələrə Su Səpmişəm filmində çəkilmişəm. Bir neçə filmlərdə çəkilmişəm. Niyə o filmi xatırlatdım? Daha çox ekranlarda o, yəni həmin film nümayiş etdirilir. O baxımdan deyirəm. Bax, Azərbaycan tamaşaçısının adətən qəhrəman kimi tanıdığı Rasim Balayev bu rolda özünü necə hiss edirdi? Bilirsiniz, mən sizə açıq deyim ki, qabaqlar mənim seçim imkanım çox idi. Yəni, məsələn, mənə 4-5 senari təklif olunurdu. Xoşuma gələn, daha yaxşı rolları seçirdim. Axır illər o seçim imkanı yoxdur. İstər-istəməz bu aparat üçün darıxmışam, çəkilmək üçün darıxmışam. Bir də görürsən, heç ürəyimdən olmayan bir işə də razılıq verirəm ki, çəkilim. Çünki bir imkandır. Onu da buraxanda, yəni bir də görürsən ki, o il heç çəkiliş olmur. Axı, məndə də 25 il təxminən elə olmayıb ki, mən çəkilməyim. Bu bir tərəfidir. İkinci tərəfi də, bilirsiniz, mən özüm müsbət, mənfi qəhrəmanlara bölmürəm. Mən, məsələn, filmdə heç vaxt mənfi rolu oynayanda onu mənfi kimi oynamıram. Yəni, bu insandır, bu belə düşünür, amma tamaşaçı buna öz fikrin deyil. Burada da rəhmətli rejissor Rasim Ocaqov mənə inandırdı ki, bizi həmişə mələk simalı insanlar alladır. Bu da onun ümumiləşdirilmiş bir obrazıdır. Düzdür, mən çox təyənələr almışam tamaşaçılardan. Yəni ki, həm o sevinirəm ki, tamaşaçılar mənə o pis adamların rolunda görmək istəmir. O da onların mənə qarşı məhəbbətidir. Buna görə bir daha öz təşəkkürümü bildirirəm o tamaşaçılara. Amma bəzən tamaşaçı səhv salır. Mən axı bir Rasim olaraq Babəki oynamışamsa, Nəsimini oynamışamsa, mən onlar deyiləm axı. Mən tamam bir adi bir insanam və bir aktyor kimi bir tipli rollarda təkrar olunmaq qorxusu olub həmişə məndə. Amma mən özümü xarakterik aktyor hiss edirəm hələ. Hətta mən içimdən bir tragikomik rol oynamaq arzusu da var. O mələk simalı adam dediniz, yadıma Nəsimi düşdü. Nə verdi sizə Nəsimi? Bilirsiniz, Nəsimi ona qədər düzdür, mən bir epizod filmdə çəkilmişdim. Bir rejissor vardı, çox Sovet İttifaqının ən belə sayılan rejissorlarından biri idi. Vitautas Jalaxevičius. O Azadlıq Şirin Sözdür filmi çəkmişdi. Sonra heç kəs ölmək istəmirdi. O vaxtı çox səs salmış filmlər idi. Və orada inanın mən bir epizod rol oynadım o filmində 70-ci ildə. Orada çox böyük ustadların saatlarla işinə baxdım. Bəlkə də bu mənim üçün böyük bir məktəb oldu.
Sonradan da mən bu Nəsimiyə dəvət olundum. Düzü o vaxtı heç inandırıcı deyildi mənim ona çəkilməyim. Çünki hətta o vaxtı Nəsiminin yubileyin UNESCO keçirilirdi və bunun üçün komissiya yaranmışdı. Komissiyanın rəhbərlərindən biri Həsən Seyidbəylinə demişdi ki, kimi çəkirsən? Deyib bir cavan oğlan deyib ki, risk eləmək vaxtıdır, bu UNESCO keçirdir, bu film təqdim olunacaq, sən bir təcrübəli aktyor götür. Bax, belə bu dərəcəyə qədər ciddi yanaşılırdı və mən çox inanmırdım ki, mənə verərlər. Sonralar uzun müddət rəhmətli Həsən Seyidbəyli dəvət eləyirdi. O filmin epizodlarını bir-bir məşq elədi. O məşqdən sonra nəsə onda bir dərin inam yarandı və məni ora təsdiq elədi və mən çəkilməyə başladım. Ondan sonra mən çox filmdə yoxlanmamış çəkilirdim, dəvət edirdilər. Sovet İttifaqının başqa-başqa studiyalarına, Orta Asiyaya. Yəni bu mənim elə bir ki, vəsiqə verdi. Bu rol məni axına qoşdu məni. Rasim müəllim, bax Azərbaycan tamaşaçısı sizə baxırdı. Bəs siz kimə baxırdınız Rasim Balayev olmaq üçün? Axı bu bir adam deyil, çox insanların. Yəni həyat qəbr evinə qədər öyrənə-öyrənə gediləsi bir yoldur. Yəni bax gözəl filmlərə baxa-baxa, mən demirəm kör-körana o vurulduğum aktyorları təqlid eləmişəm. Hərədən bir şey, elə bir arı kimi, bilirsiniz, hər çiçəkdən bir qətrə və bunlar gəlib yığışır. Yəni bu elə bir ki, adamın içində bir nüvə olur, bir atom olur və ən xoşbəxtlik də odur ki, sən bacardığın, istedadın olduğu peşəni seçəsən və o peşəni sevəsən. Rasim müəllim, bax ümumiyyətlə peşə nədir? Peşə belə bir şeydir ki, ola bilsin ki, İraq olsun, təbii ki, adam bir dəfə ailə qurmalıdır. Görürsən, ailə qururlar, müəyyən xasiyyətlər düz gəlmir. Bunu yenidən birini də qura bilərsən, bu şans ola bilər. Amma peşə qəbr evinə qədərdir. Yəni, bura gərək həvəslə gedəsən, iştahla gedəsən, vurğunluqla gedəsən. Və bu arada mən xoşbəxtəm ki, mən sevdiyim, vurulduğum, eşqim olan bir sənətə getmişəm. Bu mənada mən taleyimdən razıyam. Tanınmışlar verilişinin bu dəfəki qonağı Azərbaycanın xalq artisti, Kinematografçılar İttifaqının birinci katibi Rasim Balayevdir. Onu mən təqdim edirəm. İlqar Rəsul. Rasim müəllim, bəzən hətta kifayət qədər təcrübəli aktyorlar aktyor peşəsindən danışarkən deyirlər ki, bu çox məsuliyyətli, ağır bir işdir. Yəni daha çox səfasından yox, onun cəfasından danışırlar. Hətta övladlarının bu sənətə getməsinə razı olmadıqlarını bildirirlər. Eyni zamanda peşədən də əl çəkmirlər, onu davam elətdirirlər. Necə baxırsınız, doğrudanmı sevdiyin, getdiyin sənətin cəfası səfasından çoxdur? Aktyor sənətinin. Yox, səfası da var, cəfası da var, bəli. Təbii ki, bu sənətin səfası da var, cəfası da var. Amma bəzən adamlar cəfaya dözmürlər. Amma o vurğunluq olanda, eşq olanda o cəfaya dözür adam. Mən də çox əziyyətlər çəkmişəm. Özdə elə bir yerlərdə mən filmlərin çəkilişində olmuşam, səhərdən axşama kimi aş, susuz, şəraitsizlik, su yox, 50 dərəcə isti, ağır paltarlar, yayda at sürmək, burada həm fiziki, həm psixoloji, bütün bu əziyyətləri çəkə-çəkə, həm də sən obraz yaradırsan, sən sifətində o çəkdiyin əzab olmamalıdır. Oynadığın obrazın keçirdiyi o hissiyatlar olmalıdır. Sonra çox momentlər olur ki, müəyyən iş alınmır, müəyyən sənə badalaqlar olur, nə bilim, cürbəcür, diqqətsizlik olur. Bunların hamısını nəzərə alanda bir görürsən ki, o sənət adamı ki, öz övladına məsləhət görmür, o bir geri baxır, görür o nələrdən keçib, bəlkə də o gözünə durur, deyir ki, ay dadı bedad, bu qədər əziyyəti mən heç razı olmazdım ki, mənim evladım keçirsin. Yəni, belə şeylər var. Sonra bizim bu filmlərdə çəkildiyimiz əziyyətin müqabilində aldığımız qanararlar çox simbolik. Rasim müəllim, bu Babəyə kifayət qədər tarixi şəxsiyyətdir, hətta dərsliklərdə də onun adı var. Yəni 20 illik böyük bir mübarizə, 2 serialıq böyük bir film. Bilmək istəyirəm ki, Babəkə görə sizə nə qədər verdilər qanarar? Yəni Babəkin qiyməti nə qədər idi? O vaxtki puluna təxminən 5000-ə yaxın pul idi. Yəni bir dənə ona 01 Jiguli maşını almaq olardı.
Amma gərək heç nə yeyib içməyəydin, heç nə geyinməyəydin, o 4-5 ayın qaldı. Yəni, çox simvolik, çox simvolik. Gərək bir filmdən elə bir qonorar, elə bir maaş alasan ki, ikinci film haqqında düşünməyə sənin imkanın olsun. Belə olmayıb. Tək mənim olmayıb, bütün Sovet aktyorlarında belə olub. Məsələn, şərait olmayıb ki, səhər-səhər gedib at idmanı ilə məşğul olasan. Təsəvvür edin, böyük bir sərkərdə rolunu oynayırsan, amma o qədər məişət problemləri var, evdə, eşikdə, nə bilim. Bunları bir-birindən, hamısını yola vermək çox çətin olub. Babək öz dövründə, deyək ki, öz hərəkətinin xeyrini gördü. Ən azı 20 il istədiyi kimi azad yaşadı. Belə də ki, hətta adı dərs kitablarına düşən tarixi şəxsiyyət oldu. Amma onun rolunu oynayan bir adam heç o obrazın layiq olduğu və yaxud onun yarısının qiymətini, qonorarını ala bilmədi. Amma deyək ki, Cəsur Ürək filmində Şotland qəhrəmanını oynayan Mel Gibson, hətta William Wallace'un o vaxt qazanmığından artıq xeyir götürdü. Yəni burada daha çox xeyri aktyor götürür, nəinki həmin dövrün qəhrəmanı. Heç ağlınıza gəlibmi ki, bax bu ölkədə yox, deyək ki, başqa ölkədə də olsaydınız, başqa cür olardı hər şey. Yəni başqa cür yaşaya bilərdiniz. Ola bilərdi. Nə bilim, valla, bu bir söz Allahın işidir. Ola bilsin, başqa ölkədə mən də olsaydım heç gəlib ortaya çıxa bilməzdim. Bu da var. Bu bir qismətdir, taleyin qismətidir. Sonra o kateqoriyalara bölürdülər insanları. Ya bu təzə başlayıb buna çox pul vermək olmaz, bu gərək biraz işləsin. Bu da bir söz quruluşdan zaten gəlib də qabaqdan. Bu badalaqlardan danışdınız. Ən çox sizi narahat eləyən, bəlkə xətrinizə dəyən, bəlkə daha çox ağrıdan hadisə, yadda qalan hadisə olubmu? Valla bilirsiniz, mən Nəsimi filmi ilə ki başladım, orada mənə elə bir sürətlə başladım ki, heç kəs mənə mane ola bilməzdi. Tez-tez o vaxt mənə cürbəcür qadınlara qoşurdular, ondan sonra tez-tez məni sədalarım güya restoranlardan gəlirdi, ondan sonra bir söz kişiyə nə deyə bilərlər ki, yəni ya bu qadınları çox sevir və yaxud içkiyə meyillidir. Bunlar hamısı yalan idi və mən də əvvəllər biraz əsəbləşirdim bundan. Çünki mənim heç onların dediyi şeylərə heç vaxtım yox idi. Çünki mən o qədər bir gözümü açırdım, görürdüm ki, artıq bir il keçdi və mən 3 filmə çəkildim. Oradan oraya uçurdum, Orta Asiya, nə bilim, Moskvaya, bura. Çox şükürlər olsun ki, onun arxasından getmədim mən. Yəni onu böyük bir faciə kimi qəbul eləmədim, dedim. Deyirlər, qoy desinlər də. Amma belə bir yadda qalan tutalım ki, o mənim həyatımda sağlamlığıma mı, ya başqa şey kimi dərin iz buraxsın, belə şey olmayıb. Bilirsiniz, yaxşı mənada həsəd yaxşı şeydir, məndə də var. Amma bu təbii bunun əndazəsi olmalı, bu gəlib paxıllıq hissinə, ondan sonra belə şey keçəndə o insanın bədbəxtçılığıdır. Çox şükürlər olsun ki, məndə paxıllıq hissi olmayıb. Allah mənə verdiyi qismətlə razılaşmışam. Bilirsiniz, insanlar bəzən heç nədən özünü bədbəxt sayır. Çünki bunun iddiası ilə imkanları düz gəlmir və o insan hansı şəraitdə yaşayırsa yaşasın bədbəxtdir. Tutalım, 5 dənə villası var, 65 dənə maşını var, o deyir ki, falan şeydə mənim olsun və onunla söhbət eləyərsən, görürsən o bədbəxtdir, özün xoşbəxt adam saymır. Amma adam var, deyir, mənə bir dənə maşınım olsaydı, ayağımı yerdən götürərdi. Yəni, bunlarda nisbilik var və məsələn, məndə təhdəl şuur, elə lap cavanlıqdan belə bir hissiyyat vardı ki, Allah məni sağlam yaradıbsa, ondan sonra əlim, ayağım yerində, gözüm yerində, yəni müəyyən görkəm veribsə, elə bunun özü böyük xoşbəxtlikdir. Hər səhər durub özüm keş kimi köməyi olmadan işə gedirəm. Bunlar hamısı özü xoşbəxtlikdir. Yəni, adam bəzən xoşbəxtliyin içində yaşaya-yaşaya onu hiss eləmir. Dediniz, qadınlara bağlayırdılar, amma sizin özünüz, görkəminiz, tanınmış aktyor olmağınız əlbəttə ki, az şey deyil idi və ola bilsin ki, sizi öz ağatlı oğlanına çevirən, idealına çevirən qadınlar da var idi. Heç hansısa təkliflər, deyək ki, zənglər, bəlkə məktublar? Yox, olurdu. Məndə o qədər mən özü Sovet İttifaqının hər yerindən, xarici ölkədən, Bolqariyadan, nə bilim, Macarıstandan mən məktublar alırdım mən. O məktubların əksəriyyətini saxlayıram. Bunların içində sırf sənətimə verilən qiymətlər də vardı, sırf məhəbbət hissi ilə yazılan
məktublar da vardı, zənglər olurdu, müxtəlif izləmələr olurdu, bəli, belə şeylər olub. Amma mən buna aludə olmadım. Və yaxud küçədə gedəndə hamı baxırdı və mən buna pis baxmırdım. Bunların içində tutalım, ola bilsin mənə eşqlə, məhəbbətlə baxan adamlar da vardı. Sonra mən istəmirdim bunları qarışıq salam. Çünki bəzisi elə bir filmdə gördüyü aktyor kimi baxırdı, mən niyə ona pis baxmalıyam? Yəni, bütün bunları şükürlər olsun ki, mən ayarlaya bildim və o müəyyən, o şirin hisslərə uyub yolumdan çıxmadım. Amma çox böyük şans vardı bu yoldan çıxmaq üçün. Efirdə tanınmışlar verilişidir. Bu dəfəki söhbətimiz Azərbaycanın xalq artisti Kinematografçılar İttifaqının birinci katibi Rasim Balayevdir. Təqdimatçı isə mənəm, İlqar Rəsul. Rasim müəllim, bəs seçim imkanı geniş olan aktyorun özünə həyat yoldaşı seçməsi necə olub? Belədir ki, mən elə öz istədiyim insanla həyat qurmuşam. İndiyə qədər də onunla yaşayıram. Yəni 37 ildir bir yerləşir. Yəni mən məşhurlaşmağa qədər artıq mənim 2 evladım vardı və ailəm vardı. Bəlkə də bunlar mən məşhurlaşmağa qədər olmasaydı, həyatım bir başqa cür olardı. Amma bunlar ki artıq formalaşmışdı, mənim həyat yoldaşım vardı, uşaqlarım vardı, bir yuvam vardı və mən harada oluramsa olum, bu ailə haqqında fikirləşirdim. Çox yerə imkanım olanda onları da aparırdım, çəkilişlərə. Bir vaxtlar heç kimin tanımadığı Rasim Balayev Ağsu rayonundansınız da, səhv eləmirəmsə. Bəli. Sonra ora qaydanda məşhur bir adamı aparırdı artıq. Münasibətlərdə dəyişiklik hiss olunurdu yəqin ki. Təbii, bilirsiniz nətərdir? Mən deyirəm də, bəzən aktyorların həyat yolu, yaradıcılıq yolu çox yavaş-yavaş olur. Vaxt etibarı ilə, rollar etmə. Amma mən, belə deyək də, elə bir ki, gecə yatdım, səhər durdum, gördüm, çox məşhur bir adamam. Yəni, küçədə gedirdim, heç kəs mənə baxmırdı, anda səhərsi gün mən gedəndə hamı baxır, bilirsiniz. Bu çox xoş bir hissiyatdır, amma çox şükürlər olsun ki, mən bundan Çaşmadınız. Hə, bir növ çaşmadım, amma çaşa bilər adam. Çox şükürlər olsun ki, mən çaşmadım və çaşanları da görürəm, bəzən çaşırlar. Tamam dəyişirlər, özlərini aparmağı, ədaları. Xoşa gəlmək üçün demirəm. İnanın ki, mən bu gündə çəkiliş meydançasına gedəndə məndə o əqidə var ki, o gördüyün işlər bir qırağa, bax, indi sən təzə başlayırsan, gör nə edirsən. Budur mənim talihim. Çünki gördüyün işləri unutmasan, insanda bir özünə arxayınçılıq yarana bilər və bu da təbii ki, sənin o yaradıcılıqla məşğul olan adamın mütləq mənfi təsir göstərər. Maraqlıdır mənim üçün. Bir də görürsünüz ki, hansısa bir aktyor danışarkən deyir ki, səhnədə ölmək istərdim və yaxud da ki, kiminsə səhnədə ölməsindən vurğunluqla danışır. Rasim müəllim, necə fikirləşirsiniz? Səhnədə ölmək vacibdir, yoxsa yaşamaq? Valla səhnədə mənə elə gəlir, obraz yaratmaq lazımdır aktyor üçün. O ki, qaldı elə şeylər var ki, ölmək və yaxud bu dünyaya gəlmək, bu Allahın verdiyi imkandır və o da haçan məsləhət bilər, onda alar. Yəni, bu arzularla mən məşğul olmuram. Səməndər Rzayev kim olub sizin üçün? Səməndər Rzayev rəhmətli bu sənətin bir növ o vurğunluğumun üstünə benzin tökən, onu biraz da alışdıran insanlardan biri olub. Hətta onun birinci kursda oxuyub, mən 11-ci sinifi qutarmışam o vaxt. Onun bir məktubunu saxlayıram. O məktub bugün tədris vasitəsi kimi institutda hər gün uşaqlara, bu sənətlə məşğul olan uşaqlara oxuna bilər. Yəni, o vaxtı təxminən 18-19 yaşında olan bir insanın yazdıqları, inanın, o məktub məndədir. Təxminən nə var o məktubda? Yəni, bu gərəkdir, özü sənətdə yox, sənəti özündə sevə biləsən, bu qabiliyyət səndə olmalıdır. Bu sənətə səndə eşq varsa gəl, yoxsa bu əzabdır. Səməndər Rzayev çox təəssüf ki, 41 yaşında rəhmətə getdi və onun, mən deyərdim, potensial imkanlarının 30%-ni göstərə bildi, 70%-ni özündən apardı.
Rasim müəllim, Ələsgər Ələkbərovu nəzərə almasaq, Sovet dövründə siz yaş baxımından ən tez Azərbaycan xalq artisti adına layiq görülən aktyorsunuz. Əgər səhv eləmirəmsə, 34 yaşında bu adı almısınız. İnanın, o ad veriləndən təxminən 3-4 ay ilə teleqramlar, məktublar adam alırdı. Bugün o qədər belə çox verilir ki, o qədər belə xalq artisti, mən bilirdim ki, təqdim olunmamışam. Amma səhər gəldim, qəzetdə oxudum ki, xalq artistiyəm mən də. Və maraqlıdır həmin anın yaşamı. Çünki o vaxtlar çox çətindir bu adı qazanmaq. Eşitdiyimə görə rəhmətli Heydər Əliyev Moskvaya gedəndə bir neçə adamlara ad verdi. Kino işçilərini təqdim eləyəndə mən də 76-da almışdım və fikirləşirdim ki, mən ən azı bir 90-cı ildə, 96-cı ildə üstündən bir 20 il keçər xalq artisti olarım. Amma eşitdiyimə görə 6 il keçəndən sonra təqdim olunanda Heydər Əliyev bəs bu Balayev Rasim hanı burada? Və onlar tez mənim sənədlərimi şey ediblər. Belə o müəyyən mənim rollarıma xüsusi simpatiyası vardı. Mən özüm hesab edirdim ki, o mənə tezdir. O etimadı elə bir ki, mənə verildi beh kimi. Və mən çalışdım ki, onu doğruldum. İndi nə dərəcədə əlimdən gəldi bilmirəm. Belə, yəni o titullar, bilirsiniz, mən bir 10-15 il bundan qabaq bu arada Nazirlər Kabinetində bir iclas oldu. Mən orada çıxış elədim ki, bu adlar insanların arasına nifaq salır, bəzən haqlı, bəzən haqsız verilir. Bunu adların yerinə o sənət adamlarına yaxşı pul verin, şərait yaradın, qoy yaxşı dolansın. Məsələn, bundan ötəri cəmaat başladı. Amma mən o fikrimdə yenə bu gündə qalıram. Amma deyilənə görə elə adamlar var ki, onlar bu addan ötürü əksinə öz vəsaitlərini sərf eləyirlər və ya buna hazırdılar. Mən işləyirəm, qulağım çalır ki, məsələn, və ələlxüsus bu müğənnilər toydan zaddan yaxşı pullar qazanırlar və onlar razıdır ki, hansısa summanı verib nəsə ad alsınlar. Bu olmasa, elə öz sənətləri ilə məşğul olarlar da bu adı neynirlər ki? Onda bəs o necə olsun ki, bu ad həm də insan dünyasını dəyişəndə onun harda dəfn olunmasını istiqamətləndirir, istiqamət verir buna. Hə, o da var. Hə, ki, bu xalq artisti bu Fəxri Xiyabanın, nə bilim, 2-ci filialında basılır. Heç nə daxlı var, mənə gəlir ki, ona o qədər əhəmiyyət yoxdur. Siz adamlara özünüzü sevdirə bildiniz. Bəs sizdən bezənlər oldu mu? Vallahi nə deyim, mənə gəlir ki, mən özümü o dərəcəyə gəlib çatdırmamışam ki, ya tamaşaçımı, ya insanmı mənim hərəkətlərimdən bezsin. Mənə gəlir ki, elə bir iş görməmişəm. Bunu o adamlardan soruşsaydınız daha yaxşı olardı. Rasim müəllim, çox təşəkkür edirəm bizə vaxt ayırdığınıza görə. Mən də sizə təşəkkür edirəm və dinləyicilərə öz minnətdarlığımı bildirirəm ki, dözdülər bizim söhbətimizə qulaq asdılar. Artıq mən 60 yaşına yaxın bir yaşda yaşayıram və arzu edirəm ki, bir neçə il Allah Teala mənə baba yolu versin, bir neçə obrazlarda yaradıb tamaşaçılara təqdim edeyim. Tanınmışlar verilişinin daha bir sayı başa çatır. Bu dəfəki ən söhbətimiz Azərbaycanın xalq artisti, Kinematografçılar İttifaqının birinci katibi Rasim Balayev idi. Təqdimatçı isə həmişə kimi yenə də mən idim, İlqar Rəsul. Sağ olun, sağlıqla qalın.